Miqrantların əmək fəaliyyətinə regional tərəfdən tətbiq olunan məhdudiyyətlərin onların işdən çıxarılması üçün hüquqi əsas sayılmasına dair qanun qəbul edilib. Hazırda Əmək Məcəlləsi işə götürənlərə yalnız federal qanunlara, prezident fərmanlarına və ya hökumətin qərarlarına uyğun olaraq xarici işçilərlə əmək müqavilələrinə xitam verməyə imkan yaradır. Yeni dəyişikliklə bu siyahıya Rusiya Federasiyası subyektlərinin normativ hüquqi aktlarının da daxil edilməsi təklif olunur. Daha əvvəl Dövlət Dumasının sədri vurğulamışdı ki, miqrasiya siyasətinin təkmilləşdirilməsi deputatların işində prioritet sahələrdən biridir. Onun sözlərinə görə regionların əmək miqrasiyasını tənzimləmək üçün daha geniş səlahiyyətlərə malik olması vacibdir ki, onlar bu sahədə qanunvericiliyi daha dəqiq şəkildə tənzimləyə bilsinlər. Qəbul edilən düzəlişlər işə götürənlərə miqrantların əməyinə məhdudiyyət qoyan regional normativ aktlara əsaslanaraq xarici işçiləri işdən çıxarmağa imkan verir və bu, miqrantlar üçün yeni şərait yaradır. Əgər əvvəllər əmək müqaviləsindən yalnız federal məhdudiyyətlər mövcud olduqda xitam verilirdisə, indi istənilən region qəbul etdiyi qərar, məsələn, müəyyən sahələrdə miqrant əməyinin qadağan edilməsi və ya onların ayrı-ayrı sahələrə qəbulunun məhdudlaşdırılması işdən çıxmaq üçün hüquqi əsas olacaq. Bu dəyişikliklər Rusiyada yaşayan və çalışan azərbaycanlılar üçün bir sıra nəticələr yarada bilər. İlk növbədə həmin bölgələrdə artıq mövcud olan və ya gələcəkdə tətbiq edilə biləcək məhdudiyyətlər səbəbindən iş yerlərini itirmək riski artır. Artıq bəzi regionlarda miqrantların taksi, ticarət, ictimai yayışı və xidmət sahələrində işləməsinə məhdudiyyətlər tətbiq olunur. Yeni qanun belə məhdudiyyətlərin daha sərt şəkildə icrasına şərait yaradır, çünki işə götürənlər üçün hüquqi baza genişlənmiş olur. İkincisi, işə götürənlər xarici işçiləri işə götürərkən daha ehtiyatlı davranacaqlar. Əgər hansısa regionda miqrant əməyinə dair məhdudiyyətlər qüvvədədirsə, işə götürənlər cərimə və yığılmalardan yayınmaq üçün ümumiyyətlə miqrant işçiləri qəbul etməməyə üstünlük verə bilərlər. Bu isə xüsusilə az və orta ixtisas tələb edən sahələrdə çalışan miqrantlar üçün iş tapmağı çətinləşdirəcək. Üçüncüsü, miqrantların işdən çıxarılma ilə bağlı məhkəmələrə müraciət etmək imkanı azalacaq. Çünki artıq regional məhdudiyyətlər qanuni əsas kimi tanınır və əvvəl mövcud olan hüquqi ziddiyyətlər aradan qaldırılır. Bu isə daha çox işə götürənlərin xeyrinə işləyəcək. Bununla belə qanunun təsiri bütün kateqoriyalar üçün eyni olmayacaq. Yüksək ixtisaslı mütəxəssislər və xüsusi statusa malik bəzi işçilər bu dəyişikliklərdən az təsirlənəcəklər. Eyni zamanda miqrantların yaşadıkları regionun siyasəti də mühüm rol oynar. Məsələn, Moskva və Sankt-Peterburq əmək bazarını daha yumşaq tənzimləyə bilir. Halbuki Krasnodar və Sakit Okean regionlarında artıq sərt məhdudiyyətlər tətbiq olunur. Rusiyada çalışan azərbaycanlılar üçün bu qanunun regionlarda qüvvədə olan qaydaların diqqətlə izlənməsini, sənədlərin vaxtında yenilənməsini və imkan daxilində daha stabil və məhdudiyyətsiz sahələrə yönəlməyə zəruri edir. Ümumilikdə yeni qanun regionlara əmək miqrasiyasını idarə etmək üçün daha geniş səlahiyyətlər verir və əmək bazarının tənzimləməsini sərtləşdirir. Lakin bu xarici vətəndaşlar, o cümlədən azərbaycanlılar üçün qeyri-müəyyənliyin artması və yaşayış yerlərinin, eləcə də iş sferalarının seçimində daha ehtiyatlı davranma zərurəti deməkdir.